Deməli, bu mövzu sadəcə bir sıradan bir mövzudur. Biz A1 səviyyə, A0 səviyyəsində bəzi sözləri falan öyrəndik. Bu demək deyil ki, biz bütün sözləri öyrəndik, qurtardıq. Orada 10 sözlər öyrəndik. Ondan daha çox əslində hər sectionda 100 dənə söz təxminən bilmiş olduq. Bu demək deyil ki, biz 100 dənə söz bəs ki biz danışaq. Burada da təbii ki, başqa mövzularda başqa sözləri öyrənmiş olacağıq. Bu mövzumuz isə restoran mövzusudur. Restaurant deyirik buna və burada İşte restorana gedərkən istifadə edə biləcəyiniz sözlər yazılıb. İşte ət, toyuq, yağ, pendir, cəviz, meyvə və s. kimi şeylər var. Bunları yaxşı-yaxşı sadəcə öyrənmək lazımdır və gözünüzün qabağına gətirin. Deyin ki, məsələn, this is bread. Bu çörəkdir. Nə bilim, səhər yuxudan uyanmışsınız, qəşəng bir dənə səhər süfrəsi qurun. Deyin ki, this is nə bilim, chicken, bu toyuqdur, bu filan şeydir, bu yumurtadır, bu odur, bu budur. Bunların hamısını deməyə çalışın. Daha sonra cümlələr var aşağıda. Həmin cümlələri, burada cümlələr də oxudum, keçdim, eləməyin. Həmin cümlələri öyrənməlisiniz. Mütləq şəkildə. Onun ingiliscəsi orada yazılıb, siz onu tərcümə eləyəcəksiniz beyninizdə. Ola bilər ki, Google Translate-ə atasınız, bu problem deyil. Amma yəni başa düşə biləcəyiniz səviyyədə olan cümlələrdir. Cümləni yazın Azərbaycancasını dəftərinizə, sonra bir-bir cümləni oxuyun, ingiliscəsini fikirləşməyə çalışın, baxın görün düzgün dedinizmi, demədinizmi. Daha sonra yenə sizi tekstlər qarşılayır, tekstlərin içərisində bol-bol this, that kimi şeylər görəcəksiniz. Bax, bu proqramın möhtəşəmliyi ondadır. İndi biz this, that öyrəndik ya da restaurant öyrəndikdə düzdür. Sizin tekstləriniz də hamısı restorandan bağlı, this, that-la bağlı, am, is, are-la bağlı, əvvəlki to be. Bax, bunları biz hər dərs keçdikcə əvvəlki mövzular da içində yoğrulur və yalandan bəzi kurslardakı kimi bunu keçdikcə o yaddan çıxdı, getdi. Bir də 10 dərs sonra ayılırsan ki, birinci keçdiyin dərs heç yadında deyil. Elə bir şey olmayacaq. O vaxt olmayacaq ki, siz bunları boşu-boşuna keçəsiniz. Yəni, keçməsəz yaxşı olacaq, keçsəz təəssüf ki, pis olacaq. Növbəti mövzuda görüşərik. Oxu, təkrarla, imtahanı ver. O birisi mövzuda səni gözləyirəm. Görüşərik.